Motosiklet sürmək istəyirsən, lakin hardan necə başlayacağını bilmirsən, elə isə yaxın əyləş. Salam, mən Fatimə. Motivasiyada 8-ci dərsimdir. Motosiklet sürmək uşaqlıq arzumudur və Nərmin xanım sayəsində gerçəkləşdirdim. Xəyallarını gerçəkləşdirmək üçün motivasiya sənə gəlməsin. Sən özün motivasiyaya gəl. Motivasiya olaraq tələbələrə təhlükəsiz və peşəkar sürməyin əsaslarını öyrətmək üçün onlara bir sıra ardıcıl və məqsədyönlü hərəkətlər tətbiq edirik. Motivasiya nə öyrədir? Birinci dərs, başlanğıc səviyyəsi. Motosikletlə tanışlıq. Birinci dərsdə biz motosikletin üzərində düzgün oturuş mövqeyi, əllərin və ayaqların vəziyyəti və motosikletin mühərrik işlək olmadan yerində hərəkət etdirməyi öyrəndik. Mufta və qaz idarə etməsi, tapma nöqtəsi. Muftanın buraxıldığı və motosikletin hərəkət etməyə başladığı o nöqtəni hiss etməyə öyrəndik. Yalnız mufta ilə qaz vermədən yola düşüb dayanmağı öyrəndik. Qısa məsafədə düz xətt üzərində balans saxlamaq. İkinci dərs, aşağı sürətdə dönüşlər, geniş və dar döngələr. Biz tələbələrə ani maneəyə çıxdıqda tormozlama əvəzinə manevr etməyi öyrədirik. Hər kəs motosiklet sürə bilər, lakin hər kəs peşəkar motosikletçi ola bilməz. Fərqi hiss etmək üçün indi bizə qoşulun.